Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademi Liseyi üzrə Riyaziyyat və Məntiq müəllimi Aysel Əhmədova. Bugün sizlərlə məntiq sınağının suallarının həllərinə baxacağıq. İlk növbədə birinci sualımızdan başlayırıq ki, birinci sualda deyir, Arzu yarışda 28-ci oldu. Onun nəticəsi sondan 12-ci idi. Yarışda ümumi neçə nəfər iştirak edir? Yarışda 28-ci oldusa, baxın, əvvəldə adamlar gəlir 28-cidir. Sondan 12-cidir. Yəni sondan adamlar gəlir, artıq bu 12-cidir. Bunu biz bir nəfər kimi qəbul edirik. 28-dən qabaq 27 nəfər, 12-dən qabaq 11 nəfər olur. 27, üstə gələk 11, üstə gələk Arzu bir nəfərdir də 2 nəfər hesablaya bilmərik. Bu da edəcək neçə? 39. Digər sualımız isə bizim hovuza deyir hər gün içərisindəki su qədər deyir su əlavə edilir və deyir 7 günə dolur. Hovuzun yarısı neçənci gündə dolar? Baxın, bu bizim indi uşaqlar bilir ki, biz dərsdə də bunu bildirmişik ki, bu bizim üçün bir düsturdur. 7 günə dolursa yarısı, biz deyək ki, hər ötən gün 2 dəfə daha çox dolur. Əvvəlki x-dırsa, məsələn, əvvəlki x qəbul edilirsə, digər artıq bunun yarısı qədər su əlavə olunsa, x plus x bölək 2. Sonra gəlir x bölək 4. Sonra gəlir x bölək neçə? 6. Sonra gəlir neçə? X bölək məsələn 8. Bu şəkildə gedir. 7 günə dolur. 1, 2, 3, 4, 5. Baxın bu şəkildə. X bölək 10. X bölək 12. Aydındır yəqin ki, fikrim hamıya. Bu şəkildə dolur və bunlar toplanır. Hovuzun yarısı deyir, neçənci gündə dolar? Yarısı nə deməkdir? Yəni tən ortası neçənci gündədir? Baxın, 6-cı gündə. Yəni indeksindəki yazıyı götürürük. 6-cı gündə cavab D variantı. Keçirik növbəti sualımızı yazmağa. Növbəti sualımızda isə şagird deyir stullarda 2-2 oturarsa 8 stul artıq qalar. Və deyir ki, tək-tək oturarsa isə şagirdə yer çatmaz. Bu zaman biz nə edirik? 2-2 oturanda stulun sayı x-sı 2 stul artıq qalar deyir. Və biz bu zaman nə edirik? 2 stul artıq qalırsa artıq 2-2 oturanda deyirik ki, bu zaman yazırıq 2 vurulsun partanın sayı. Bilmirik, 8 stul artıq qalırsa oturduğu ümumi parta x-sı 8-in çıxırıq. Bu bərabər tək-tək oturanda x olur. Və yer çatmaz, 2 şagird yer çatmırsa x plus 2 yazırıq. Ümumi 2 vurulsun x minus 8 də x plus 2 də şagirdin sayıdır. X da partanın sayıdır. Vurub atsaq 2x çıxaq 16 bərabərdir x plus 2. X-i buradan tapırıq ki 18-dir. X 18-dirsə bu parta neçə şagird var? Gətirib yerinə yazırıq. X plus 2 də yerinə yazsaq 18 plus 2 20 şagird var imiş. Yəni ola bilər ki 18 yazanlar olsun. 18 yazanlar partanın sayını tapmış olur. Yəni orada partanın sayını da gətirib yerinə yazıb şagirdin sayını tapmalıydıq. Daha sonra isə bizə ifadə verib ki, ifadəsiniz doğru olması üçün işarələrini yerinə sırayla aşağıdakıların hansı yazılmalıdır? Baxın, böyük rəqəmdən həmişə alınırsa ilk növbədə həmişə bölməni yoxlayın. Yəni bu işarənin yeni bölmə olsa 50-ni 5-ə bölərəm 10. 10-u mən sonra 7-yə vuraram 70. 70-in də üstünə 12 gələrəm. Edər 82. Yəni mənim ardıcıllığım bölmə, vurma, toplama. A variantı. Keçirik növbəti suala. Növbəti sualımız isə bizim hər hansı bir ardıcıllıqdır və ardıcıllıqda deyir ki 132-ci rəqəm hansıdır? Biz baxırıq ki, ədədim 5, 6, 7, 8, 9, 0 gedir. Yəni hamısında eyni rəqəm təkrarlanır. Neçə rəqəm var? 1, 2, 3, 4, 5, 6. 6 rəqəm varsa 132-yi bölürəm 6-ya. Bu edir 22. Bizim qayda nədən ibarət? Əgər böləndə rəqəm tam alınırsa, yəni deməli ardıcıllıq axıra qədər başa gedir. Yəni ən axırıncı rəqəmdə 0. Deməli 0-la bitəcək rəqəmim. Əgər desəz ki, müəllim qalıq qalsa nə edəcəyik? Qalıq qalsa isə, məsələn, qalıq deyirəm 1 qalıb, onda deməli 0-da yekunlaşıb birinci rəqəm hansıdır? 5. Deməli sonu 5 ilə bitəcəkmiş. 2 olsaydı ikinci rəqəm 6. 6 ilə bitəcəkdir. Yəni bu şəkildə. Sonra gəlirik digər suala. Digər sualımız nədən ibarətdir? Rəqəm cəmi 2 olan neçə? Bu çox sadə sualdır. 4 rəqəm nədədirlər? Bax, yaza bilərik. 1001, 1100, 1010, sonra 2000, qutardı getdi. 4 dənə yaza bilərik. Keçirik növbəti suala. Rəqəmlərinin cəmi 2 olur və 4 rəqəmlidir deyə elə yazdıq. Keçdik növbəti sualımız nədir?
Yazırıq ki, burada yaşayış binası 18 mərtəbədən ibarətdir və 8-ci mərtəbəsində 4 dənə mənzil var. Biz nə edirik? 18-i vururuq 4-ə, 72 mənzilin ümumi sayını tapırıq. Sonra 211-i bölməliyik biz 72-yə. Ki görək, nə qədər bizə məsələn blokun sayını tapmaq üçün verilmiş mənzili ümumi mənzillərin sayına bölməliyik. Bu zaman böldükdə 2, qalıqda isə qalacaq 67. Blok taparkən istəyirsiniz qalıq nə olur olsun, 2-nin üzərinə qalığın yerinə 1 gəlirik. Və bu dedəcək 3-cü blok. 3-cü blok olan cavabımız hardadır? Bir dənə B variantında. Mərtəbəni necə tapırıq? Mərtəbədə qalıq işimizə gəlir. 67-ni mənzilin sayına bölürük. Mənzilin sayda 4-dür axı. 4-ü deyəcəksiniz niyə 4-dür? Bir dənə mərtəbədə 4 mənzil varsa hamısında 4 mənzildir. 67-ni də 4-ə bölürəm, edir 16. Qalıqda da neçə düşəcəkdir? 3. Qalıq neçə olur olsun? Biz demişik ki, həmişə üstünə 1 gəlirik. 17-ci mərtəbə olacaq. Digər suala baxırıq. Digər sualda isə bizə dairəvi pizzanı 6 bərabər hissəyə bölmək üçün neçə yerdən kəsmək lazım? Təbii ki də yarısı qədər. 3 yerdən kəssək, bilirik ki 6 bərabər hissəyə düşəcək. Ona görə cavab olacaq 3. Yəni, məsələn, pizzadır. 1, 2, 3. 3 dəfə kəsdim. 1, 2, 3, 4, 5, 6 yerə bölünəcək. Keçirik digər suala. 2 sualımızdır. Yazırıq ki, ata və oğlun yaşları cəmi 30-dur. Yəni, ata x-dir, oğul y-dirsə, x plus y deyir ki, olur 30. 5 ildən sonra ata oğuldan 3 dəfə. 5 ildən sonra x plus 5 olacaq, bu atadır. Oğul da x plus y plus olacaq, 5. 3 dəfə böyük olmaq nə demək? Yəni, bunu 3-ə vuracaq. Gətirib yazsaq ki, bunu biz, bax bu şəkildə, 3 dəfə böyük olmaq üçün, bunu biz indi həll edirik. Yazırıq ki, x plus 5 bərabərdir 3y plus 15. Buradan biz x çıxaq 3y bərabərdir 10. Rəqəmləri bir tərəfə, hərfləri bir tərəfə yazdıq. Və buradan yuxarıdan x-i tapsaq ki, 30 çıxaq y-dir. Gətirib x-in yerinə yazaram ki, 30 çıxaq y çıxaq 3y bərabərdir 10. Buradan yaranır ki, 4y bərabərdir 20-yə, y-i tapdıq 5. Y oğlun yaşıdır. Oğlun yaşı 5-dirsə, x da 30 çıxaq y daxı. 30-dan da 5 çıxırıq, atanın da 25 yaşı var imiş. Bizdən indi deyir ki, indi ata oğuldan neçə yaş böyükdür? 25-i də 5-ə bölürük, 5 dəfə böyükdür. Keçirik növbəti suala. Növbəti sualdan yenə təkrardır deyəsən. Çünki əvvəlcə də baxdıq bu tip suala. Bizə burada şərti ödənməsi üçün ardıcıl hansı əməllər olmalıdır? Biz demişik ki, həmişə böyük rəqəmlərdə nə edirik? Bax, 8 ilə 4 arasında hansı nəyi yerləşdirə bilərik? 8-i 4-ə bölərəm. 2. 2-yi 1-ə vuraram. 2 üstə də 3 gələrəm 5. Deməli, bölmə, vurma və toplama. Cavab A variantı. Yəqin ki, sınaq sualları sizlər üçün aydın oldu əziz şagirdlər. Nəsə qaranlıq bir məqam varsa, rəy bölmələrində yazmağı unutmayın. Hələlik.